Salam, hər vaxtınız xeyir əziz şagirdlər. Bugün bildiyiniz kimi Elər Akademinin növbəti sınaq imtahanı keçirildi. İndi mən sizə 9-cu sinif buraxılış imtahanının suallarını izah edəcəm. Siz də yoxlaya bilərsiniz kitabçalardan. Deməli, başlayaq. 27-ci sualdan. Hansı nümunədə çıxışlı halda olan isim işlənmişdir? Deməli, bizə çıxışlı halda olan isim lazımdır. Səhərdən qapınızın ağzında səni gözləyirəm. Burada səhərdən çıxışlı halda olan isim deyil. G-seçdən pək gözəl, pək süslü xəncər. Burada həqiqətən mənasındadır. Modal sözü olaraq işləndiyi üçün bu da deyil. Çeşməsindən abi həyat car olur. Bəli, burada çeşməsindən, nəyindən isimli çeşmə, bulaq mənasında və gördüyünüz kimi çıxışlı haldadır. Ona görə də cavabımız C variantı olacaq. Bibin hərdən çatılmış gördümü qaşlarını. Burada da hərdən zaman zərfidir. Dandən leksik şəkildə kimi işlənib deyə bizə lazım deyil. Sənə şirin dil töküb oxşardı saçlarını. Burada da yoxdur ümumiyyətlə. İşgəncə versələr də dediyimdən dönməyi. Burada çıxışlı hal şəkilsinə rast gəlsək də, amma isim deyil. Feili sifəti artırıldığı üçün götürmürük. Ona görə də cavabımız olacaq birinci sualda C variantı. Daha sonra növbəti sualımız. Hansı cümlədə fərqli tələffüz olunan söz yoxdur? Deməli, fərqli tələffüz olunan söz olmasın deyir. Vaxtında görülməyən iş həmişə yarımçıq qalar. Burada vaxtında t-nın d-ya keçməsi, görülməyən ə-nin ü-yə keçməsi, yarımçıq qalar, q-nın x-ya keçməsi var. Ona görə də bu getdi. Ananın səbri tükənməz olur. Elə tükənməz sözünü görüb m-mı kimi oxunduğunu görə bilərik. Ona görə də beynində çıxırıq. Fikirdən iti gedən şey yoxdur. Bilirik ki, dır-dir, dur-dur şəkilçi, şəxs xəbərli şəkilçi kimi işləndikdə tələffüzdə sondakı r samiti düşür. Ona görə də bu variantı da çıxırıq. İgid oğul düşmənə əyilməz. Bəli, burada igid elə igid kimi oxunur, oğul elə oğul kimi, düşmənə əyilməz. Bunlar da eyni. Burada igid sözü sizi çaşdıra bilər, amma igid sözü təhlikdə olsaydı t olaraq oxunacaqdı və yaxud da özündən sonra samit gəlmiş olsaydı t olaraq oxunacaqdı. Amma burada gördüyünüz kimi sait gəldiyi üçün ona görə cingiltili tələffüz olunur, elə özü kimi oxunur. Cavab D variantıdır. Y variantında isə insan zəhmətkeş deyilsə xoşbəxt ola bilməz. Xoşbəxt sözü təhlikdə olsa axırı t kimi oxunardı. Amma burada özündən sonra sait gəldiyi üçün d kimi tələffüz olunur. Deməli, xoşbəxt ola bilməz. D olaraq tələffüz olunduğu üçün burada da fərq var. Yeni də çıxırıq. Deməli, cavab olur D variantı. Daha sonra 29-cu sual. Hansı feilin zamanı fərqlidir? Gedirdi. Getmək sözün kökü, gedir, indiki zaman qrammatik, di, idi hissəciyi. Deməli, bu indiki zamandadır. Oxuyurdu. Oxu kök, oxuyur, indiki zaman şəkilçisi, du, yenə idi hissəciyi. Bu da indiki zamandır. Çoxaldırdı. Çox sözün kökü, çoxalmaq leksik, çoxaltmaq leksik. Ir qrammatik, d qrammatik. Bu da indiki zamandadır. İdi hissəci ilə işlənib. Bunları hələ ki çıxırıq, hamısı indiki zamandadır, eynidir. Gətirdi. Gətirdi sözünün kökü gətir sözüdür. Di isə keçmiş zaman şəkilçisidir. Birbaşa kökə qoşulub. Elə bu fərqlidir. Deməli, bu keçmiş zamandadır. Göstərirdi sözündə isə göstər sözün kökü, göstərir indiki zaman, di, idi hissəci olduğu üçün bu da indiki zamanda olmuş olur. Yəni, hamısı indiki zamandadır, D variantından başqa. Cavab D variantı olur. Daha sonra 30-cu sualımıza baxsaq. Zala daxil olduqdan sonra qonaqlarla səmimi salamlaşdı. Bir qədər hal-əhval tutdu cümləsində zərfin mənaca hansı növləri işlənmişdir? Deməli, burada bu sizi çaşdıra bilər bu ifadə. Çünki nə zaman sualına cavab verir ki, nə zaman zala daxil olduqdan sonra. Amma uşaqlar, bu zaman zərfliyidir. Söz birləşməsindən ifadə olunub. Və yaxud da burada sizi sonra sözü çaşdıra bilər. Sonra burada qoşmadır. Çünki çıxışlı hala qoşulub olduqdan sonra. Ona görə bunlar zərf deyil. Qonaqlarla səmimi salamlaşdı. Necə, nə tərzdə salamlaşdı? Səmimi salamlaşdı. Bu tərz hərəkət zərfidir. Deməli, yazırıq. Tərzi hərəkət. Bir qədər hal-əhval tutdu. Hal-əhval tutmaq bir yerdə getdiyi üçün bir qədər də hərəkətə aid olmuş olur. Yəni, hərəkətin nə qədər olduğunu bildirən kəmiyyət zərfidir. Deməli, tərz hərəkət və kəmiyyət zərflərimiz var. O da cavab C variantı olur. Daha sonra 31-ci sualımızda.
Hansı nümunədə sifətin quruluşsa hər üç növ işlənmişdir. Deməli, mənə sifətin quruluşsa hər üç növ lazımdır. Yəni, sadə, düzəltmə, mürəkkəb. Başqalarının həyatından yaxşı dərs almağı bacarmayan insan bədbəxtdir. Burada başqa sadədir. Daha sonra bədbəxt mürəkkəbdir. Yaxşı dərs almağı bacarmayan insan. Burada isə yaxşı hərəkətə aid olduğu üçün yaxşı dərs almaq, yəni dərs almaq bir yerdə gedir. Ona görə də deməli bu zərf olmuş olacaq. Yəni biz bunu sifət kimi götürməyəcəyik. Ümumiyyətlə sizə bir şey deyim ki, burada heç düzəltmə sifət yoxdur. O elə də baxa bilərsiniz. Amma bədbəxtə çaşmayın. Bəd və bəxt bunlar mürəkkəbdir. Daha sonra deməli keçək B variantına. Sözün ən gözəli söyləyənin doğru olaraq söylədiyi, dinləyəndə faydalandığı sözdür. Deməli, gözəl sadə sifətdir. Daha sonra başqa biz görmürük. Başqa bir şey görmürük. Ona görə də bunda çıxdıq. İlk üzr istəyən ən cəsurdur. İlk bağışlayan ən güclü. İlk unudan ən xoşbəxt. Cəsur sadədir. Dur qrammatik şəkilsidir və sifətdir. Güclü düzəltmədir və sifətdir. Xoş, bəxt. İki sözün birləşməsi olduğu üçün mürəkkəbdir və həqiqətən də sifətdir. Deməli, sadə sifətdə tapdım, düzəltmə sifətdə tapdım, mürəkkəb sifətdə tapdım və hər üç növünü tapmış oldum. Cavab C variantı olur. Məsələn, o birislərə baxsaq, qarşındakı o yaxşılığa layiq olmasa belə, sən bu yaxşılığa layiqsən. Burada yaxşılıq sözləri sizi çaşdıra bilər, amma yaxşılıq sözləri sifət deyil. Sifətdən düzəlmiş isimdir. Yaxşılıq nə? Yaxşı sözünə yaxşılıq düzəlt. Burada bircə qarşındakıdır sifət. O da düzəltmədir. Ağlı qısa olan adama uzun cavab verilməz. Qısa və uzun hər ikisi sadə olduğu üçün ona görə də Y variantında çıxırıq. Daha sonra 32-ci sualımız. Az sözünə hansı şəkilçilər əlavə edilsə, nitq hissəsi dəyişər. Deməli, az sözünə azdan artırsam, az və azdan. Bu qrammatik şəkilçi olmuş olar. Yəni, nitq hissəsi dəyişməz. Az, azlıq. Bəli, lıq adlar artırılan şəkilçidir və az sayına azlıq artırsam isim düzəlmiş olacaq. Nitq hissəsi dəyişəcək. Sonra az sözünə al artırsaq, al, əl adlar artırılan şəkilçidir, feil yaradır. Deməli, az sayından azalmaq feili düzələcək. Yəni, saydan feil düzəlmiş olacaq. Ona görə bunu da götürərəm. Azı desək, yəni bu yeni bir söz yaratmış olmayacaq, qrammatik şəkilçi olacaq, olmur. Azdır desək, deməli, məsələn, bunu iki cür düşünə bilərik əslində. Əgər bunu şəxs şəkilçi kimi düşünsək, şəxs xəbərli şəkilçi kimi, deməli, az sayından azdır. Sadəcə qrammatik şəkilçi qəbul eləmiş olacaq, say qalmış olacaq. Yəni, söz düzəlməyəcək heç. Bəs əgər feil kimi düşünsək nə baş verər? Azdırmaq mənasında, onda yenə bizə cavab kimi lazım olmayacaq. Çünki fərqli nitq hissəsi düzəlməyəcək. Azmaq feilindən azdırmaq feili yaranmış olacaq. Yəni, feildən feil yaranmış olacaq. Amma bizə demişdir ki, nitq hissəsi dəyişsin. Ona görə götürmürük bunu. Deməli, cavabımız olacaq 2 və 3, yəni B variantı. Daha sonra 33. Deməli, 33-də nə deyir? 33-də deyir nöqtələrin yerinə yazıla biləcək sayları müəyyən edin. Birincisi məndən sayı istəyirsə, nə edə bilərəm? Əvvəlki sözünü çıxa bilərəm və 4 olan variantları çıxıram, çünki əvvəlki sifətdir. Burada da 4-ümüz var, çıxdıq. Daha sonra bir-bir keçmək, bir-bir əyləşmək. Bu da zərf olduğu üçün və tərz bildirdiyi üçün 6 da mənə lazım deyil. 6-ını da çıxaram. Artıq cavabımız bəlli oldu ki, 1, 3, 5-dir. Və baxsaq, bir sıra məsələlər özəlini tapdı, saydı. Bəli, uyğun da gəlir. Bir sıra bir çox saylarından sonra cəmsim gəlməlidir. Çox məsələlər, bu da düz gəlir. Axırıncı məsələlər, bu da düz gəlir. Daha sonra 34-cü sualımızda ürəyə ağrımaq frazeoloji birləşməsinin sinonimini müəyyən edin. Frazeoloji birləşmənin sinonimi seçərkən o da frazeoloji birləşmə olmalıdır. Burada onsuz da bütün variantlarda demək olar ki, frazeoloji birləşmədir. Bəs bunun sinonimi hansı ola bilər? Ürəyə ağrımaq kiminsə halına yanmaq, məsələn, mərhəməti gəlməkdə, yazığı gəlmək, rəhmi gəlmək mənasındadır. Elə burada da rəhmi gəlmək ifadəsini görürük. Ona görə də cavab C variantıdır. Vəziyyəti pisləşmək deyil,
ürəyi vəziyyəti pisləşmək bu arada frazoloji deyil heç. Ürəyi getmək deyil, ürəyi bulanmaq deyil, can atmaq da sinonimi heç deyil. Cavab C variantı olur. Daha sonra 35-ci sualımız. Yoxlayırdı, tikilərmiş, hesablanarsa feillərinin üçünə də aid olan xüsusiyyəti müəyyən edin. Quruluşda düzəltmə feillərdir. Deməli, baxsaq, yoxlamaq sözün kökü, çünki yox və yoxlamağın əlaqəsi yoxdur. Yoxla sözün kökü, yoxlayır qrammatik, d qrammatik, tikmək sözün kökü, tikilmək leksik, qrammatik, miş qrammatik, hesab sözün kökü, hesablamaq leksik, hesablanmaq leksik, qrammatik, sa qrammatik. Deməli, burada quruluşda düzəltmə olması bu sözə aid olmadı. Ona görə bunu çıxarıq. Hər üçü köməkçi sözlərlə işlənib, yəni hissəciklərlə. Bəli, bu doğru olacaq elə, çünki yoxlayır idi, indiki zamanı artırıldığı üçün bu idi hissəciyidir. Tikilər imiş, zaman şəkilsi, yəni feilin şəklinə qoşulduğu üçün, xəbər şəklinə qoşulduğu üçün bu da imiş hissəciyidir. Hesablanar isə, burada da həmçinin gələcək zamanında sadə isə hissəciyi olmuş olur. Deməli, hər üç sözdə hissəcik var. Eyni qrammatik məna növünə aiddir. Xeyr, yoxlayırdı məlum növdədir. Tikilərmiş kimsə tərəfindən məhsuldur. Hesablanarsa yenə kimsə tərəfindən məhsuldur. Eyni zamana aid şəkilçilərlə işlənib. Xeyr, çünki birinci sözümüz indiki zamandadır, ikinci və üçüncü isə qeyri-qəti gələcək zamanda. Feilin təsriflənməyən formalarıdır. Əlbəttə ki, yoxlayırdı sözündən elə görə bilərik ki, bu feilin təsriflənməyən forması deyil. Məstər feil, sifət feil bağlama deyil. Cavab olur B variantı. Daha sonra 36-cı sualımız. 36-cı sualda deyir ki, cədvələ əsasən doğru fikirləri müəyyən edin. Yuxarı atılan ifadəsində ilk sözə dandən şəkilçisi artırsaq, nitq hissəsinə mənsubluğu dəyişər. Deməli, baxaq uşaqlar, yuxarı sözünə dandən artıraq görək, nitq hissəsi dəyişir yoxsa yox? Yuxarıdan atılan əslində dəyişmədi. Ona görə də mənsubluğu dəyişər, doğru yazıb, amma bu doğru deyil. Saçın uzun hörməzlər cümləsində ilk iki söz ismin eyni halındadır. Saçın yiyəlik haldadır, amma bu qeyri-müəyyən təsirlikdir, çünki saçın ucunu hörməzlər. Bunlar eyni halda deyil, bu yiyəlikdir, bu da təsirlikdir. Deməli, eyni halda deyil, bu səhv fikirdir. Bu da səhv yazdığı üçün doğrudur. Yəni, düz verib, içini götürərik. Bizdən də düzü soruşurdu. 2 olmayan variantlar avtomatik çıxar. Burada 2 var. 2 olmayan variantlar avtomatik çıxdı. Yamanlığa yaxşılıq ər kişinin işidir cümləsində ilk 3 söz eyni qrammatik mənaya malikdir. Qrammatik məna dedikdə nitq hissəsi nəzərdə tutulur. Yamanlıq isimdir, sifətdən düzəlib. Yaxşılıq isimdir, sifətdən düzəlib. Amma ər kişinin işidir deyəndə uşaqlar, burada ər kişi, ər nə mənadadır? Mərd mənasındadır. Mərd, igid mənasındadır. Yəni, mərd kişi mənasındadır. O da sifət olmuş olur. Bu eyni məna deyil, bu səhvdir. Bu doğru yazıb amma. Ona görə də bunu götürmürük. 3 olan variantlarımızı da çıxırıq. Biri də çıxmışdıq. Elə cavabımız artıq bəlli olmuş olur. Deməli, 36-da cavab D variantı olur. 4-də isə 4 faizli sözünün yazılışı və tələffüzasında 4 fərqli məqam var. Tələffüzünü yazsaq, deməli 4 faizdir. Uşaqlar, burada 1 y gəlir, bu da 2, bir də l deyə keçir, bu da 3. 3 fərqli məqam var. Ona görə də bu yanlışdır. 4 fərq yox, 3 fərq var. Bu da yanlış yazıb. Ona görə doğrudur. Yəni 4-ü də götürmüşük. Olur 2-4. Daha sonra qrammatika suallarımız bitdi. İndi isə mətn suallarına keçid eləyək. Təmənnasız dostluq. Təmənnasız dostluq mətnini istəyirsiniz ya ekran şəkil kitabçası olanlar böyük ehtimal artıq mətndən tanış olub, imtahanda iştirak edənlər. Olmayanlar isə mətni hissə-hissə ekran şəklini çəkə bilər. 1 saniyə tutun belə. Bəli, yenic çəkmiş oldunuz. Bu da digər hissəsi. Aha, yenici çəkmiş oldunuz. Deməli, 37-ci suala baxsaq, mən mətni oxudum, tanış oldum. 37-ci sualda deyir, kontekstə görə özündən əvvəl Roma rəqəmləri olan sözlərdən hansını verilən sözlərlə əvəz etmək mümkün deyil. Deməli, bizdən mümkün deyil deyir. Baxaq. Deməli, Roma rəqəmləri yazılmış birinci sözümüz örtülmüşlü sözdür.
Örtülmüşdü sözünə baxsaq, hər yer qızıl yarpaqlarla örtülmüşdü. Hər yer qızıl yarpaqlarla yumulmuşdu desək qəribə olur. Ona görə də bu səhvdir. Elə mümkün deyil olaraq götürəcəyik. Yəni bir olmayan variantları çıxaq. Amma qapanmışdı hardasa demək olar. Yəni hər yer qızıl yarpaqlarla örtülmüşdü, qapanmışdı. Örtülmək və qapanmaq elə sinonim kimi də gedə bilər və burada da uyğunlaşa bilər. İkinci sözümüzə baxsaq, başım yaman qaşınır. Qaşınmaq sözünü biz nə ilə əvəz eləyə bilmərik. Cidişmək ola bilər əslində, amma ürpəşmək. Ürpəşmək başqa mənadadır deyə bu düz gəlmir. Yəni başım ürpəşir demək cidişmək mənasında deyil, yəni qaşınmaq mənasında deyil. Ona görə də 4-ü səhv olaraq götürək. Bizdən mümkün deyil deyirdi. 1-4-ü götürmüşük hələ ki. Əslində elə cavabımız artıq bəllidir. Yenə də baxaq. Üçüncü sözümüzə baxsaq, yoxsa başına iş gəlib. Başına iş gəlmək. Başına iş gəlməyi nə əvəz eləyə bilməz? Problemlə qarşılaşmaq əvəz eləyə bilər. Başına iş gəlmək, problemlə qarşılaşmaq. Amma gileylənmək tamam başqa mənadadır. Ona görə altında mütləq götürürük. Yəni mümkün olmayan olaraq. 1, 4, 6 və cavabımız olur B variantı. Yəni 37-də oldu B variantı. Daha sonra 38-ci sualımız. Hansı hikmətli fikri mətn məzmunu ilə əlaqələndirmək olar? Aha. Ancaq riyakarlar hamı ilə dostluq edə bilər. Riyakar ikiyüzlü mənfi mənadadır. Və burada riyakarlıqdan danışılmır mətndə. Ona görə də A variantını çıxırıq. Dostunu göstər, sənin kim olduğunu deyim. Əslində burada dostluqdan danışılır, amma yəni dostunu göstər və sənin kim olduğunu deyim. Dostuna görə birini tanımaq, yəni dostu yaxşıdırsa deməli bu da yaxşıdır və yaxud da dostu pisdirsə bu da pisdir deyə bir məzmun deyil. Ona görə bunu da çıxarıq. Heç oturub durma pis dostla çəkin, şəninə əskiklik gətirər sənin. Burada pis dost məsələsi yoxdur. Ona görə bunu da çıxırıq. Əsl dostluq paxıllıq hissi nə olduğunu bilməməkdir. Burada paxıllıq söhbəti deyil əsas məsələ. Ona görə bunu da çıxarıq. Elə sadiq dostlara səni darda qoymasın, çəkib tordan çıxarsın, səni torda qoymasın. Bəli, burada gördüyünüz kimi mətndə birinci göbələk Siçana köməklik eləyir. Sonra da Siçan onun bu köməyini unutmur və yəni növbəti gündə gəlib onu axtarır, həmçinin ona kömək eləyir. Hətta axırına baxa bilərsiniz ki, ağacın altına əkir, onu qoparmasınlar deyə və ən yaxın dost və qonşu olurlar o gündən. Ona görə də Y variantı ən uyğun cavab olmuş olar. Daha sonra 39-cu sualımızda mətnə əsasən Elirvin diaqramına əsaslanmaqla yer dəyişdirməli fikirlər müəyyən edin. Göbələk və Siçan müdafiəsiz qalan tanımadığı birini qoruyur. Burada tanımadığı biri dediyi üçün ilk başda göbələk tanımırdı Siçanı. Yəni Siçan onun belə deyək də yağışdan onun altında gizlənəndə o tanımırdı onu, sadəcə ona yaxşılıq eləmişdi. Yəni birin yeri düzdür, birlə işimiz yoxdur. Bir olan variantları çıxırıq. Bu təkcə göbələyə aiddir. İnsanı belə bir hərəkəti ilə qorxuda bilir. Yadınızdadırsa orada göbələk deməli oğlan göbələyin danışdığını görüb qorxdu cümləsi var. Yəni göbələyin danışmasından oğlan qorxur. Deməli danışmaqla oğlanı qorxudan obrazımız göbələk obrazıdır. 2-nin də yeri düzdür. Bundan da işimiz yoxdur. 2 olanları da çıxırıq. Əlindən gələn yaxşılığı əsirgəmir. İkisi də əslində yaxşılığı əsirgəmədi də. Göbələk də Siçana kömək elədi. Siçan da sonda ona kömək elədi. Bu ortada olmalı idi. Ona görə 4-ün yeri səhvdir. Avtomatik cavabımız bəlli olur artıq. 3-ə baxsaq, 3 oxumadıq bu arada. Payız vaxtı qıtlıqla üzləşir. Bəli, qıtlıq əslində burada olmalı idi. Siçana aid olmalı idi. Niyə? Çünki mətnin birinci abzasında səhv eləmirəmsə, bəli, birinci abzasında yazılıb ki, bir gün bir ac siçan meşədə özünə yemək axtarırdı. Deməli, ac siçan payız fəsli imiş, hər yer qızıl yarpaqlarla örtülüb və bir gün bir ac siçan meşədə özünə yemək axtarırmış. Deməli, qıtlıqla üzləşən, özünə yemək axtaran obrazımız siçan obrazıdır. Ona görə də, deməli, 3 ilə 4-ün yerini dəyişsək, hər şey tamamlanmış olur. Cavab olur B variantı. Daha sonra 40-cı suala nəzər salaq. Tünd qara hərflərlə fərqləndirilmiş cümlələrin mətn məzmununa əsasən düzgün ardıcıllığını müəyyən edin. Tünd qara hərflərlə olan cümlələrə qayıtsaq, deməli, meşədə bir oğlan gəzirdi, göbələk bərk yuxuya getmişdi, oğlan meşənin ortasına çatmışdı ki,
Göbələk yuxudan ayıldı və oğlandan onu haraya apardığını soruşdu. Göbələyi görüb sevincindən nə edəcəyini bilmədi. O göbələyi qoparıb evinə doğru yola saldı. Uşaqlar, əslində sizə bir şey deyim ki, buradan çox asan bir yolla tapa bilərsiniz. Oğlan göbələyin danışdığını görüb qorxdu. Deməli, bura axırıncı elə bir şey yazmalıyıq ki, oğlanın bu göbələyin danışdığını görüb qorxması hadisəsinə uyğun olsun. Göbələk yuxarıdakı cümlələrdən hansında danışmışdı? Burada oğlan meşənin ortasına çatmışdı. Göbələk yuxudan ayıldı və oğlandan onu haraya apardığını soruşdu və oğlan göbələyin danışdığını görüb qorxdu. Elə məntiqlə 3 ən axırda olmalıdırsa, məsələn, o variant olanları saxlasaq, 3 ən axırda deyil, bunu çıxırıq, axırda deyil, çıxırıq. Bəli, axırdadır, bu ola bilər. Elə cavabımız bəlli oldu əslində. 3 bunlarda da axırda deyil. İndi gəlin görək bu sxem həqiqətən də uyğunlaşırmı? 2, 1, 4, 5, 3. Deməli 2, birinci 2-ni qoysaq, göbələk bərk yuxuya getmişdi. Sonra meşədə bir oğlan gəzirdi. Oğlan meşənin ortasına bir dəqiqə, 2, 1-dən sonra nə demişdik? 2, 1, 4, 5, 3. Sonra 4-ü qoysaq, göbələyi görüb sevincindən nə edəcəyini bilmədi. O göbələyi qoparıb evinə doğru yol aldı. Bəli, bu uyğunlaşır, 4-5 yanaşır. Sonra isə deməli, oğlan meşənin ortasına çatmışdı ki, göbələk yuxudan ayıldı və oğlandan onu haraya apardığını soruşdu. Bəli, bu da uyğunlaşır. Deməli, ardıcıllıq həqiqətən də düz olmuş olur və cavab C variantı olmuş olur. Daha sonra 41-ci sual. Mətnə əsasən verilən variantlardan biri doğru və ya yanlış olma baxımından digərlərindən fərqlənir. Həmin variantı müəyyən edin. Doğru və ya yanlış olma baxımından deməli fərqlənsin. Deməli 41-də A variantında baxsaq. Təsadüf iki yadı bir-birinə dost etdi. Təsadüf iki yadı bir-birinə dost etdi. Bəli, bu doğrudur əslində. Yaxşılığa yaxşılıqla cavab verən obraza da rast gəlinir. Bəli, sıçan obrazından danışır. Bu da doğrudur. Daha sonra dostu göbələyin sehirli olduğunu düşünüb ondan qorxur. Uşaqlar, dostu birinci göbələyin sehirli olduğunu düşünmüşdü, amma ondan qorxması hadisəsi yox idi deyə xatırlayıram. İndi yenə yuxarı qayıdıb baxacağıq. Bu səhvdir məncə. Oğlanın əlindən göbələyi sıçan qurtarmır. Bəli, oğlan özü atıb gedirdi. Göbələk danışır deyə oğlan qorxur və göbələyi atır, qaçır. Ona görə bu da düzdür. Allegoriyadan istifadə olmuş mətn 3-cü şəxsin dilindən nəql olunur. Allegoriya dedikdə, yəni heyvanların və ya cansızların insan kimi danışdırılması nəzərdə tutur. Burada da sıçanla göbələyin danışması allegoriyadır. Bəs mətn 3-cü şəxsin dilindənmi nəql olunur? Bəli. Məsələn, yazıb bir gün bir at sıçan meşədə özünə yemək axtarırdı. Müəllifin dilindən verilir. Ona görə o da düzdür. Deməli, bu fikirdə düz olmuş olacaq. İndi bu qorxma söhbətinə qayıdıb baxsaq, görək orada sehirli olduğunu düşünəndə qorxmuşdum uşaqlar. Baxaq o hissəsinə. Deməli, deyir ki, təşəkkür edirəm, amma heç bir çətirin gözü burnu olmur axı. Məncə sən sehirli çətirsən. Burada qorxu söhbəti yoxdur gördüyünüz kimi. Yox, mən sehirli çətir deyiləm. Yəni, mən sehirli deyiləm. Bəli, burada qorxu söhbəti yoxdur. Sadəcə sehirli olduğunu düşünür. Ona görə də deməli cavab olur C variantı. Yəni 41 oldu C. Daha sonra 42-ci suala baxaq. Verilmiş fikirləri uyğunlaşdırın. Mətn giriş hissəsinə aiddir, əsas hissəsinə aiddir, nəticə hissəsinə aiddir. Bildiyiniz kimi giriş birinci abzası idi, nəticə axırıncı abzası idi, ortada qalan hər biri əsas hissə idi. Yenidən dağda çatan obrazın səmimi dostluğuna şahid oluruq. Yenidən dağda çatan obraz deyirsə, sıçanı deyir. Və sıçan orada yadınızdadırsa, deməli, harda yenidən dağda çatmışdı? Orada baxsaq, elə axırıncı abzasda göbələk ona gülməyə başladı, başına gələnləri danışır. Sıçan göbələk öz evinin yanındakı ağacın altında əkir və o vaxtdan onlar elə axırıncı cümləmiz buna sübut olmuş olur. Deməli, A gedəcək hara? Mətnin nəticə hissəsinə, yəni 3-ə yazırıq A. 3-ə A olan variantları saxlasaq, Y ilə də gedir. Qalır əlimizdə A, B, C variantları. Məcazi mənalı ifadədən istifadə olunmamışdır. Buna baxarıq yuxarı qayıdıb uşaqlar. Həm təhkiyə, həm də dialoqa rast gəlinir. Ehtiyacları üçün axtarış edən qəhrəmanın təlaşını da görmək mümkündür. Niyyəti pislik etmək olan obraz sonda istəyinə nail olmur.
Deməli, uşaqlar, məcazi mənalı ifadə olmasın. Görək bu hardaydı? Məsələn, girişə baxsaq, məcazi məna birinci cümlədə yoxdur, 2-də də yoxdur, 3-də də yoxdur, burada da yoxdur, burada da yoxdur və burada da yoxdur. Həqiqətən də birinci abzasda yox imiş. Onda məcazi mənalı ifadə söhbəti gedəcək birinci abzasa. Yəni, 1-ə gedəcək B. 1-ə B olan variantları saxlasaq, onsuz da bunların üçündə də var imiş. Hələ 2 üçü qalır. D-yə baxsaq, məsələn, ehtiyacları üçün axtarış edən qəhrəmanın təlaşı. Qəhrəmanın təlaşı əslində siçan obrazına aid eləmək olar. Burada, yadınızdadırsa, hər yer qızıl yarpaqlarla örtülmüşdü və bir gün bir at siçan meşədə özünə yemək axtarırmış. Birdən yağış yağmağa başlayır və siçan tələsik özünə gizlənmək üçün yer axtarır. Deməli, tələsik sözü. Uşaqlar, burada yağış yağır və siçanın gizlənməsi üçün, məsələn, bir nümunə görürük. Yəni, təlaşını görürük də, belə deyək. Ona görə də bu təlaş söhbəti, deməli, hara gedəcək? Birinci abzasa getmiş olacaq. Yəni, 1-ə yazacaq D. 1-ə B-də olan variantları götürsək, B-ni çıxmış oluruq. Deməli, qalır əlimizdə A və C. Deməli, bunların fərqli cəhətindən baxsaq, bir dənə Y-də fərq var ki, burada Y yoxdur. Onda Y-yə baxsaq, hər şey həll olmuş olur. Niyyəti pislik etmək olan obraz sonda istəyinə nail olmur. Niyyəti pislik etmək olan obraz kim idi? Oğlan. Görək, oğlanın sonunda istəyinə nail olmaması, yəni oğlan obrazı hardaydı? Oğlan obrazı girişdə heç deyil idi. Nəticədə də bəli, artıq oğlan obrazı yoxdur. Oğlan obrazı buradadır elə. Əsasın axırıdır uşaqlar. Bura əsasın axırıdır. Ona görə də bu nəticə hissəsinə yox, əsas hissəsinə aid olacaq. Yəni, burada deməli, əslində niyyəti pislik etmək də deyil idi. Heç burada var elə bir şey. Uşaqlar, burada elə bir şey yoxdur. Ümumiyyətlə, burada oğlanın, biraz təhlükəyə salıq buraları, oğlanın niyyətinin pis olması yoxdur. Heç biz buna da baxmalıyıq. Burada baxın, oğlan meşənin ortasına çatmışdır, göbələk. Burada göbələyi görüb sevincindən nə edəcəyini bilməlidir. Sadəcə göbələyi görüb sevinən bir oğlan obrazı var. Bu qoparır sadəcə. Amma niyyətinin pis olduğunu demək biraz düzgün olmaz. Ona görə də əslində Y heç birinə getməz. Haradaydı sualımız? Bəli, 42-də biz A-nı götürməyəcəyik Y-yə görə. Elə cavabımız olacaq C variantı. Artıq burada deməli cavab C variantıdır. Daha sonra 43. Mətnin giriş hissəsində birinci cümləni ixtisar etsək, hansı sözlə başlayan cümləyə əsasən hadisələrin hansı fəsildə baş verdiyini yenə də dəqiq müəyyən etmək olar. Dəqiq deyir. Deməli, baxsaq, məsələn, buradan birinci abzas demişdi, ancaq burada cümlələrə baxacaq. Payız fəsli idini çıxarsaq, bunu çıxardıq. Görək, hardan biləcəyik ki, hansı cümlədən burada payızdır? Baxaq, məsələn. Hər yer qızılı yarpaqlarla örtülmüşdü. Əslində elə cavab bu olar. Çünki qızılı yarpaqlar ancaq payız fəslində olur da. Qızılı yarpaq deyən kimi hamımızın yadına payız fəsli gəlir. Yəni yazda, yayda bildiyiniz kimi yaşıl olur. Qışda isə ümumiyyətlə yarpaqlar solub tökülmüş olur da. Payızda solub tökülmüş olur, qışda da qalmamış olur. Ona görə də elə bu cümlədir. Hər yer, hər sözlə başlayan cümlədir. Məsələn, bu cümlənin heç aidiyyatı yoxdur. Birdən yağış yağmağa başladı. Əslində yağış ən çox payızda yağsa da, amma yaz yağışı da ola bilər, hətta yayda da yağa bilər. Ona görə tam əminliklə deyə bilməyəcəyik. Bir sözlə hər sözündən başlayan cümlə, o da hansı variantımız olur? A variantımız olmuş olur. Yəni 43-də də cavab A-dır. 44-də. Üzərində rəqəm yazılmış, rəqəm qoyulmuş sözlər haqqında kontekstə əsasən uyğunluğu müəyyən edin. Həqiqi mənadadır. Uzaqdan döyüş asan gəlir cümləsində. Baxaq bir dənə o sözlərimizə. O sözlərimiz nə idi mətnə qayıtsaq? Deməli, payız gəlib, biri bu sözümüzdür. İkincimiz isə göbələyi qoparıb. Bir də bu sözümüzdür. Uşaqlar, payız gəlməyi, bu məcazidir əlbəttə ki, göbələyi qoparıb, bu isə həqiqidir. Deməli, birinci sözümüz, birinci ifadəmiz həqiqi, ikincisi isə məcazidir. İndi baxaq.
Hətta bura yaza da bilərik. Burada nə yazmışdı? Payız gəlib. Burada isə yazmışdı göbələyi qoparıb. Deməli, həqiqi mənadadır. Həqiqi mənada göbələyi qoparmaq. 2-yə gedir A. 2-yə A olan variantları saxlasaq, Y-ni silərik. Daha sonra, uzaqdan döyüş asan gələr cümləsində fərqləndirilən sözlə eyni leksik mənanı ifadə edir. Uşaqlar, burada da əslində gələr sözü məcazidir, amma bizə yazıb leksik mənanı ifadə edir. Yəni, məcazli həqiqilikdən əlavə, yəni məna olaraq da tam eynidir. Amma payız gəlib deyəndə, bu sadəcə gəlməyin məcazi mənasıdır və həmin gəlməklə əlaqəlidir də. Amma uzaqdan döyüş asan gələr, yəni asan görünər mənasındadır. Burada tam olaraq o gəlmək deyil. Ona görə də eyni leksik məna deyil. Yəni B variantını əslində heç birinə götürmərik. Cavablarda B olan variantları çıxaram. Əlimdə qalar B və D variantları. Daha sonra məcazi mənadadır. Məcazi mənada olan əlbəttə ki 1-ə gedir. Elə variantımız artıq bəlli olmuş olur. Deməli B variantı olur. Deməli 1-ə S getsə payız gəlib məcazidir. 2-yə isə göbələyi qoparıb həqiqi mənadadır. Üzmək, ayırmaq mənasındadır. Bəli, göbələyi üzməyi, ayırmaq, qoparmaq. Bir də müharibə bir çox igidlərimizi bizdən qopardı cümləsində fərqlənilən sözlə eyni mənanı ifadə etmir. Bəli, burada məcazidir çünki. Bu da düzdür. Cavab B olmuş olur. 45-də mətndə altına xətt çəkilmiş sözlərin məcazi mənalı qarşılığını taparaq mətndən kənar cümlədə işlədin. Altına xətt çəkilmiş sözlərə nəzər salsaq, deməli, altına xətt çəkilmiş sözümüz neçə dənədir? 1. Deməli, altına xətt çəkilmiş sözümüz bir fikirləşdi sözüdür. Bir də qorxdu sözüdür. Başqa da varmı? Bəli, başqa da yoxdur. Deməli, Siçan fikirləşdi. Fikirləşmək və qorxmaq. Qorxmaq sözünə də baxaq. Oğlan göbələyin danışdığını görüb qorxdu. Burada isə Siçan fikirləşdi. Bu göbələyin ayağı yox, qolu yox. O necə gedib görəsən? Uşaqlar, fikirləşdinin əvəzinə deyə bilərəm. Məsələn, düşüncəyə daldı. Məcazi məna istəmişdi axı bizdən. Ona görə də, məsələn, buna deyə bilərik birinci. Düşüncəyə daldı. Cümlədə işlətməyimizi istəyir. Deyə bilərik, məsələn, sual qarşısında dostum düşüncəyə daldı. Bu sual qarşısında və yaxud da müəllimin verdiyi bu sual qarşısında dostum düşüncəyə daldı. İndi yerimiz az deyə burada qısaca yazıram mən. O düşüncəyə daldı. Düşüncəyə daldı. Burada bunu yaza bilərsiniz və yaxud da fikrə daldı və s. İkinci sözümüz isə qorxdu sözü idi. Qorxdu sözünün də məcazi mənada nə demək olar? Orada görürsən hara getdi, əli yox, ayağı yox, belə bir şey demişdi. Məsələn, vahimə bastı demək olar və yaxud da təşvişə düşdü demək olar, qorxuya düşdü demək olar. Əgər bunlardan birini yazmısınızsa doğrudur. Məsələn, deyə bilərik onu vahimə bastı. Yəni, qorxdu mənasında cümlədə işlətmiş olduq və məcazi mənadadır. Və yaxud da dediyim kimi təşvişə düşmək, qorxuya salmaq və s. Qorxuya düşmək daha doğrusu bunları yazmaq olardı bu sualın cavabı olaraq. Daha sonra mətnə əsasən cədvəli tamamlayın. Səbəb, payız gəlir. Uşaqlar, payızın gəlməsinin nəticəsini yuxarı qayıdıb mətnə yenidən baxa bilərsiniz. Payızın gəlməyinin nəticəsində nə ola bilər? Hər yer qızıl yarpaqlarla örtülmüşdü. Elə bir cümlə var idi. Bir onu yaza bilərsiniz. Hər yer qızıl yarpaqlarla örtülmüşdü. Bunu yazmaq olar. Bir də yazma olar ki, məsələn, ikinci də yazma olar ki, nəticədə yağış yağmışdı. Məsələn, payız gəlir və yağış yağır. Bir də yağışı yaza bilərik. Çünki orada var idi. Giriş hissəyə baxsaz. Deməli, yağış yağır. Daha sonra Siçan göbələyə kömək edir. Səbəbi nə idi? Siçanın göbələyə kömək etməsinin səbəbi bir yaza bilərik ki, məsələn, göbələyi oğlan qopardığı üçün Siçan onu daha təhlükəsiz yerdə yaşamasını düşünür. Birinciyə bu dediyim yaza bilərik. Burada yer az deyə yazmaq mümkün olmayacaq. Bir daha təkrarlayayım. Yəni, göbələyi oğlan qopardığı üçün
Siçan onun daha təhlükəsiz yerdə yaşamasını düşünür və nəticədə ona kömək edir. Bir də yazmaq olar ki, göbələk də ona əvvəldən yaxşılıq etmişdi. Siçan göbələyə kömək edir nəticədə. Yəni bu iki səbəbi yaza bilərik. Daha sonra növbəti sualımız yox, daha doğrusu növbəti mətnimizə keçək. Deməli, mətnin yenə şəklini çəkə bilərsiniz. Mətn olmayanlar. Bəli, yəqin ki, çəkdiniz və bu da digər hissəsi. Aha, yəqin ki, çəkdiniz. Deməli, mətnimiz kağızın hazırlanmasına bağlı mətn idi. Qarşısına rəqəm yazılmış cümlələrdən hansını mətndən çıxarsaq, mətnin məzmununa xələl gəlməz. Uşaqlar, burada məsələn hansı cümləni çıxara bilsək, mətnin məzmununa xələl gəlməz. Birinci cümləni çıxarsaq məsələn, pulpa kağız istehsalında mühüm əhəmiyyətə malikdir. Kağız kimyəvi və mexaniki üsullarla həmin pulpanın hazırlanması ilə əldə edilir. Pulpa kağızın əsas materialıdır. Əldə etmək istədiyiniz kağız növünə asılı olaraq pulpa prosesləri fərqli olacaq. Xüsusilə ladin, şam, küknar kimi yumşaq ağaclardan pulpa hazırlamaq üçün istifadə olunur. Bu cümləni çıxarsaq, əslində bu cümləni çıxarsaq, bunun oxşarı burada da var. Pulpa kağızın əsas materialıdır. Elə cavabımız böyük ehtimal birinci olacaq. Yenə də o birisləri də oxuyub dəqiqləşdirək. Kağız necə hazırlanırdı sualının cavabı olduqca maraqlıdır. Belə ki, birinci mərhələdə ağac kəsilir, qabığı soyulur, parçalara bölünür və zavoda təhvil verilirdi. Xəmir hazırlanırkən odunlar dipolad bıçaqlarla kəsilir və toz halına salınırdı. Sonra uşaqlar, burada bu cümləni çıxarsaq, yəni keçmişdə necə hazırlandığını dəqiq bilmiş olmayacağıq da. Çünki əgər bunu çıxarsaq, bunun hansı zamanda olduğunu, yəni tam dəqiq biraz bilmək olmayacaq. Əvvəllər necə hazırlanırdı sualının cavabı da əslində bu. Ona görə də bunu çıxarmaq biraz düzgün olmaz. Üçüncüyə baxsaq, bu gün isə kağız istehsalı adətən maşınlarda aparılır. Aşağı keyfiyyətli kağızlar mexaniki üsulla istehsal edildiyi halda yüksək keyfiyyətli kağızlar kimyəvi və ya yarı kimyəvi üsullarla istehsal olunur. Burada bu gün kağız istehsalı maşınlarda aparılması çox vacibdir də. Yəni bunu çıxarsaq digər hissədə bunun oxşarını da görmürük. Yəni tam olaraq bir şey görmürük. Ona görə də bu vacibdir. Bunu çıxarmarıq. Kağızlar ölçüsə keyfiyyətinə və istifadə məqsədinə görə çeşidlənir. Bu da vacibdir əslində. Bunu da çıxarmarıq. Çünki sonra da onun izahını bir-bir verir. Sonra 5 yazılıb. 5-də isə deyir, avtokopiya kağızı həm də sürət kağızı kimi tanınır. Karbonludur, faktura və qəbz kitablarında istifadə olunur. Burada da sürət kağızı kimi tanınmağı vacib məqamdır. Ona görə də cavab elə A variantı olmuş olur. Yəni birinci cümlə. Çünki onun eyni onun həmin cümlənin başqa bir versiyası var. Yəni bunu çıxarsaq da burada bu var. Pulpa kağızın əsas materialıdır. Daha sonra 48. Mətnində tünd qara hərflərlə verilmiş ifadənin mənasına uyğun olan sözün işləndiyi cümləni müəyyən edin. Tünd qara hərflərlə verilmiş ifadənin mənasına baxaq. Burada demişdi ki, qarışıq sıx teksturalı polad telin üzərinə tökülür və rulonun köməyi ilə sıxılırdı. Sıxılmış qarışıq qurudulur və kağız hazırlanırdı. Qarışıq deyəndə bir neçə maddənin qarışımı nəzərdə tutulur. İndi həmin mənanı tapsaq, bu kitablar çox qarışıqdır, yox. Telin nəhayət qarışıq səslər gəldiyini fərq etdi, yox. Qarışıq addım səsləri, bu da yox. Bəzi qarışıqların ayrılma üsulları onların tərkibindəki saf maddələrin suda həll olma qabiliyyətindən asılıdır. Bəli, burada da maddə qarışımından söhbət gedir. Xan, sevinç və dəhşət qarışıq qeyri-insani bir səslə hayqırdı. Burada da yox, o mənada deyil. Cavab D variantı olur. Sonra 49-da uyğunsuzluğu soruşur bizdən. Deməli, doğru. Kağız istehsalı üçün vacib olan pulpalar müxtəlif ağaclardan hazırlanır. Bəli, bu doğrudur və doğrunun altına yazıb. Çünki orada yazmışdı, kağız istehsalı üçün olan müxtəlif pulpalar müxtəlif ağaclardan hazırlanır. Hətta şam, ladin, bir də başqa bir ağac yazmışdı. Ona görə də bu doğrudur, doğrunun altına yazıb. Bizə lazım deyil, bir olanları çıxırıq. Kağız istehsalının bütün dövrlərində maşınlardan yox, əvvəllər maşınlardan istifadə olunub. Yəni, belə bir şey səhvdir, uyğunsuzdur. İçini götürərik. Yanlışın altına yazıb ki, aşağı keyfiyyətli kağızların keyfiyyətini artırmaq üçün mexaniki üsuldan istifadə olunur. Yox, mexaniki üsul tam tərsi, lap əvvəlki üsullardandır və orada hətta kağızın keyfiyyətinin aşağı olması var idi. Bu səhv fikirdir, amma səhvin altında yazdığı üçün düzdür, götürəcəyik.
Yəni elə cavabımız əslində bəlli olur artıq, 2-3 olur. Pulpanın hazırlanma prosesi istehsal olunan kağız növünə görə dəyişir. Bu cümlədə var idi uşaqlar. Deməli, burada yazılmışdı. Kağız növündən əldə etmək istədiyiniz kağız növündən asılı olaraq pulpa prosesləri fərqli olacaq. Deməli, bu da var imiş burada. Bu doğru fikir olduğu üçün yanlışın altında yazmamalı idi. Ona görə də cavabımız 2-3 olur. Daha sonra 50-ci sual. Mətndə nöqtələrin yerinə hansı cümləni artırsaq, aid olduğu abzasın məzmununa uyğun gələcək. Deməli, nöqtələrin yerinə hansı cümləni artırsaq, aid olduğu abzasın məzmununa uyğun gələcək. Nöqtələri baxaq, nöqtələr olan yerə. Deməli, burada nədən danışırdı? Mexaniki üsulla istehsal olunan kağız sarı rəngdədir. İstehsal prosesinə kimyəvi maddələr qatılaraq ağ rəngli, davamlı və müxtəlif teksturalarda istehsal edilə bilər. Ağartmaq üçün ağac tozu və su qarışığına ağarıcı kimyəvi maddələr əlavə edilir. Deməli, bu maddələrdən və kağızın hazırlanma prosesində istifadə olunan materiallardan danışırsa, ona uyğun nə yaza bilərik? Pulpanın əmələ gəlməsi o qədər də asan proses deyil. Yox, o əvvəldə ola bilərdi. Əl istehsalı kağızlar xüsusi və bahalı kağızlardır. Bütün məqsədlər üçün istifadə edilir. Burada məqsədindən danışmamışdı həmin abzasda. İzləmə kağızı şəffaf quruluşuna görə texniki rəsmlərdə və xəttatlıqla, istifadəsi də sonrakı abzasdaydı. Bazarda eskiz kağızı, xəttatlıq kağızı, rəngli çap kağızı kimi texniki xüsusi kağızlar da var. Bu da sonrakı abzasların birinə artırıla bilərdi. Kağızı hamarlıq vermək üçün istehsal zamanı nişastə əlavə edilir. Bəli, orada qarışımından və ona nə əlavə edilməsindən və s. danışılır. Ona görə də cavab Y variantı olmuş olacaq. Hətta baxa da bilərsiniz yenidən. Deməli, istehsal prosesində maddələr qatılması, ağartmaq üçün ağac tozu və su qarışığına ağarıcı kimyəvi maddələr əlavə edilməsi və hamar olması üçünsə nişastə əlavə edilməsi uyğun gəlir. Daha sonra 51-ci sualda mətn məzmununa uyğun düzgün plan ardıcıllığını müəyyən edin. Deməli, burada müxtəlif ölçülü kağızlar, sıxılmış qarışıqlar, yumuşaq materialların istifadəsi, kağızın keyfiyyətinə görə təsnifatı, kağızların ağardılma üsulu. Uşaqlar, müxtəlif ölçülü kağızlar, bu A4 filan. Baxın, ölçü məsələsi, yox, burada yox, ölçü məsələsi buradadır, bu abzasdadır. Sonra sıxılmış qarışıqlar bu abzasdadır. Sonra kağızın keyfiyyətinə görə növləri bu abzasdadır, axırdadır. İndi baxaq, bunlara əsasən əlimizdə olan məlumatlara görə gəlin düzgün quraşdırsaq. Yumuşaq materialların istifadəsi olar birinci. Niyə? Ağlınızdadırsa orada yumuşaq sözü haradaydı? Burada yazmışdı ki, xüsusilə ladin, şam, küknar kimi yumuşaq ağaclardan pulpa hazırlanır. Bu birinci abzasdadır. Deməli, bu 1. 3 ilə başlayanları saxlayırıq. Daha sonra olar məsələn sıxılmış qarışıqlar, bayaq yerini göstərmişdim, sıxılmış qarışıqlar gələr. Çünki 5 ağardılma üsulu ondan sonra idi. 3-5 yan-yanaşı olanı çıxarıq. Daha sonra birinci 3, sonra 2, daha sonra bu yox. Kağızların ağardılması üsulu, daha sonra sıxılmış qarışıqlardan sonra yadınızdadırsa orada ağardılmadan danışırdı. Hətta qayıdıb baxa da bilərsiniz. 3, 2, 5, sonra müxtəlif ölçülü kağızlar. Ən axırda da keyfiyyətinə görə təsnifatı bayaq göstərmişdim. Deməli, 3, 2, 5, 1, 4. Yəni, cavab olur A variantı. 52-ci sualda mətndə özündən əvvəl dairə işarəsi qoyulmuş sözlə bağlı cədvəldəki doğru fikir müəyyən edin. Deməli, qarışıq sıx teksturalı polad telin üzərinə tökülür və rulonun köməyi ilə sıxılırdı. İndi bu mənaya uyğun tapmalıyıq cavabımızı. Əlbəttə ki, həqiqi mənadadır da. 1 götürülməlidir. Bizdən doğru fikir soruşur. 1-i götürəsi olsaq, bu variantları çıxırıq. Ona görə də cavab deməli ya A-dır, ya da D. Həqiqi mənada olmasını götürdük, məcazi deyil. Kontekstə görə mənası təzyiq nəticəsində həcmdə kiçilməkdir uşaqlara. Elə 3-ü götürərik. Artıq cavab da bəllidir. 4-də daralmaq səbəbi ilə ərazinin kiçilməsi. Orada ərazinin kiçilmə məsələsi deyil. Orada yəni kağızın hazırlanmasında o yayılan qarışığın sıxılması, yəni təzyiq nəticəsində həcmdə kiçilməsindən danışırdı. Bir-birinə yanaşaraq təhlükədən qorumaq bu heç əlaqəli deyil. Digər mənada isə
Fərmanın həmişə belə qoçaq və dilavər qızların yanında ürəyi sıxılar. Ürəyi sıxılmaq bəli məcazi mənadadır, digər mənada da altını götürdük. Nəhayət yolu ayırıcında bu halqa tamamilə sıxıldı. Bu da yox, həqiqi mənadadır. Daha sonra 53-cü sualımız. Mətnin əsas hissəsinə aid olan yanlış fikir. Uşaqlar, əsas hissəsi deyir, diqqətli olaq. Bəzi ləvazimatlar daşınma sanlığına görə A4 ölçülü kağızdan daha kiçik ölçüyə malik kağızlarda hazırlanır. Uşaqlar, bu doğru fikirdir. Bu var idi orada. Bilirsiniz, haradaydı? Burada yazılmışdı. A4 ölçüsündə olur. Bəzi dəftərlər və gündəlik daşınma sanlığına görə A5 ölçülü kağızdan hazırlanır. Bu cümləmiz burada var. Ona görə də A variantı səhv deyil. Birinci pulpa kağızlar sarı rəngdədir. Birinci pulpa kağızları orada məncə sarı deyil idi. Burada yazıb. İkinci pulpa kağızı sarı rəngdədir. Uşaqlar, amma bir nüans var. Bu mətnin nəticə hissəsidir. Bizə deyirdi ki, əsas hissəsinə aid olan səhv fikir seçin. Bu, nəticə hissəsinə aid olan səhv fikirdir. Ümid edirəm, başa düşdünüz. Yəni, bu, nəticədə olan səhv fikirdir. Bizə deyir ki, əsasda olan səhv fikir. Ona görə də onu götürməyəcəyik. Bəlkə də böyük əksəriyyətiniz artıq götürmüsünüz bunu. Printer kağızları əsasən standart ölçülü kağızlar olur. Bəli, orada yazmışdım. Normalda A4 olur, doğrudur. Çap üçün birinci pulpa kağızları ikinci pulpa kağızlarının keyfiyyətsizdir. Xeyr, birinci pulpa kağızları keyfiyyətli idi, orada yazılmışdı. Amma yenə həmin məsələ. Bu pulpa kağızları nəticə hissəsinə aid uşaqlar. Orada birinci, ikinci, üçüncü pulpa kağızlarından nəticə hissədə danışırdı. Ona görə də bu nəticə hissəyə aid olan səhv fikirdir. Kimyəvi sulla istehsal olunan sahir kağızları ağartmaq üçün ağac tozu və su qarışığına ağarıcı kimyəvi maddələr əlavə edilir. Bu səhvdir, çünki kimyəvi sulla istehsal olunan yox, mexaniki sulla istehsal olunan kağızlara ağardıcı toz əlavə edirdilər. Bu əsas hissədə idi özdə. Əsas hissəyə aid olan səhv fikirdir. Ona görə də cavab olacaq Y variantı. Daha sonra mətn məzmununa əsasən hansı fikir ehtimaldır? Deməli, avtokopya kağızlarının qəbz kitablarına istifadə olunur. Axırıncı iki cümləni oxusaz, bu fakt idi. Yəni, pilsünə mənada bu faktdır, bunu çıxırıq. Qabağını belə yazaq, fakt. Mexaniki üsulla hazırlanan kağızları kimyəvi qatqılarla ağartmaq mümkündür, bu da faktdır. Kağızlar keyfiyyətinə görə çeşidlənir, bu da faktdır. Kağızın hazırlanması üçün odunlar toz salına salır, bunu da vermişdi, faktdır. Ölkəmiz kağız istehsal üçün yararlı olan hadisələrdə zəngindir. Bu fakt deyil, belə bir məlumat yoxdur, amma biz ehtimal edə bilərik. Ona görə ehtimaldır. Daha sonra 55-də mətn məzmununu nəzərə alıb cədvəli doldurum. Birinci pulpa kağız, ikinci pulpa kağız və üçüncü pulpa kağız. Uşaqlar, oradan yaza bilərsiniz. Əslində mətnin o axırlarında var idi həmin bu cümlələr. Orada yəqin ki, bunu doğru yazmısınız. Birinci pulpa kağız yaza bilərsiniz ki, yəni əgər belə yazmısınızsa doğrudur. Deməli, kitab, hətta belə yazaq, kitab və deməli, çap üçün idi. Çap üçün istifadə olunurdu. Elə qısaca belə yazaq. İkinci pulpa kağız, məsələn, yazmaq olar sarı rəngli idi. Sarı rəngdə idi. Bir də yazmaq olar ki, çap üçün, oradan baxa bilərsiniz, demişdi ki, çap üçün az istifadə olunur. Az istifadə olunur. Üçüncü pulpa kağıza yazmışdı ki, bunu saman kağızı da adlandırırlar. Saman kağızı da deməli adlanır, tanınır və yaxud da bir də məsələn ev təsərrüfatında daha çox istifadə olunur. Ev təsərrüfatında artıq bildiniz deyə düşünürəm, elə qısaca yazdım. Yəni belə yazması deyək ki, ev təsərrüfatında daha çox istifadə olunur. Belə yazmışsınızsa doğrudur. Və gəlirik 56-cı sualımıza. Zəruri olan bəzi əşyaların əldə olunması müəyyən qurbanlar tələb edir. Aforizmini mətnlə əlaqələndirin və fikrinizi ən azı deməli 2 cümlə ilə, fikrinizi ən azı 2 cümlə ilə bildirin. Uşaqlar, belə demək olar ki, əgər belə yazmışsınızsa doğru yazmışsınız. Deməli, bildiyimiz kimi kağız xüsusilə müasir dövrümüz üçün ən vacib olan əşyalardan biridir və belə yazmaq olar ki, lakin kağızların hazırlanması prosesində bir çox ağaclar kəsilir
Yəni bu da bəzi əşyaların əldə olunması müəyyən qurbanlar tələb edir fikrini təsdiqləmiş olur. Lakin çalışmalıyıq ki, yəni gənc cavan ağacları deyil də, daha çox yəni yaşlı ağacları, çürümüş ağacların kəsilməsi nəticəsində kağızın alınmasına nail olmuş olaq. Hətta belə bir fikir də yaza bilərsiniz. Amma əsasən ilk 2 cümlə çox önəmli idi dediyim kimi. Yəni hal-hazırda kağız müasir dövrümüz üçün xüsusilə vacib, zəruri olan əşyalardan biridir və lakin bunun hazırlanması üçün bir çox ağaclar kəsilir. Ağaclar da bildiyimiz kimi bizim həyatımız üçün çox önəmlidir. Yer kürəsinin ağciyərləridir. Ağaclarımız, meşələrimiz, amma çox təəssüf ki, kağızların hazırlanmasında ağaclardan istifadə olunur və beləliklə də bəzi ağaclar məhv olmuş olur. Və belə yazsaz, deməli, doğru cavabı yazmış olmusunuz. Belə əziz şagirdlər, ümid edirəm hər birinizin nəticəsi yaxşı olar, istədiyiniz nəticəni əldə eləmiş olarsınız. Özünüzə yaxşı baxın, hələlik növbəti videolarda görüşərik.